Elşad Barat yazır. Suraxanı, Bakının ürəyi, Qartalın gözü. Son vaxtlar dünyada baş verən hadisələr bir çox ölkələrə təsirsiz ötüşmədi. Əsasən də turizm sahəsinə maraqlı ölkələrdə bəzi beynəlxalq hava limanları fəaliyyətini dayandırdı. Bəzilərində müəyyən uçuşlar ləğv olundu, biletlər bahalaşdı. Hətta turistlər başqa istiqamətlər seçməyə məcbur oldular. Lakin bugün Azərbaycanda sabitlik qorunur. Milliyyətindən asılı olmayaraq hər kəs ölkədə azad və rahat şəkildə yaşaya bilir. Təbii ki, bütün bunlar ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir. Belə bir vaxtda xəritəsi Qartalı xatırladan Azərbaycanımızın bütün rayonlarında idarə və təşkilatların fəaliyyəti rəhbər şəxslərin öz üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməsi önəmli məsələdir. Hər gün abadlaşan və gözəlləşən Suraxanı rayonu da Bakının ürəyi, Qartalın gözü deyə biləcəyimiz bir ərazidir. Bəs son illər bu rayonun inkişafı sirri nədir və ya kimdir? Bu suala cavab tapmaq üçün kiçik bir araşdırma da yetər. Öncə onu qeyd edək ki, həmişə Bakının problemli yerləri kimi mətbuatda gündəmə gələn Köhnə Suraxanı, Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Günəşli, Yeni Suraxanı və Zığ kimi tanınan bütün qəsəbələrinin hamısı Suraxanı rayonu ərazisində yerləşir. Bugün isə bu qəsəbələr şəhərləşir, turistlik ərazilərinə çevrilir. Rayon ərazisində aparılan abadlıq və təmir bərpa işləri qəsəbələrin estetik görünüşünü daha da yaxşılaşdırır. İnsanların daha rahat yaşaması üçün əlverişli mühit yaradır. Əgər bugün Suraxanı rayonuna səfər etsək görərik ki, 3-5 il öncəki küçələr tamamilə başqadır. Belə ki, yol kənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadı dəyişib, yaxud təmir olunub, çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, yol kənarında hasarlar yuyulub və yenidən rənglənib. Bütün bu işlər isə daha geniş miqyasda və sürətlə davam etdirilir. Belə ki, küçələrdə işıq dirəklərinin lampaları dəyişdirilir, dirəklər özü rənglənir, ağaclar budanır, yuyulur, aqrotexniki qulluq göstərilir. İnsanların problemsiz gediş-gəlişinin təmin olunması məqsədi ilə piyada səkiləri təmir olunur, bordürlər düzülür. Bir sözlə qəsəbələr yeni görünüş alır, sanki yenidən küçələr salınır. Bu da nəinki sakinləri məmnun edir, hətta turistlərin diqqətini özünə çəkir. Qeyd edək ki, Suraxanı rayonu ərazisində aparılan geniş miqyaslı abadlıq və təmir işlərinin görülməsi üçün 500 nəfərə yaxın işçi qüvvəsi, 20 ədəd texnika və xüsusi təyinatlı avtonəqliyyat vasitələri cəlb olunub. Suraxanı rayonunun qəsəbələrində yaşayan insanları məmnun edən bütün bu abadlıq quruculuq işlərinin başında isə rayonun icra başçısı Adil Əliyev dayanır. Heç 2 il deyil ki, Cənab Prezidentin sərəncamı ilə Suraxanı rayonuna icra başçısı təyin edilən Adil Əliyev bu qısa müddətdə rayona yeni görünüş verdi. Hər ay, hər həftə az qala hər gün insanları qəbul etməsi, qəsəbələrdə görüşlər keçirməsi, vətəndaşların problemlərini yerində dinləməsi və həlli istiqamətində lazımi tədbirlər görülməsi üçün tapşırıq verməsi, şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşması həm rayon sakinlərində böyük məmnunluq yaratdı, həm də özünün vətəninə, dövlətinə nə qədər sadiq, vətənpərvər, işini bilən bir icra başçısı olduğunu göstərdi. Suraxanı rayon sakinlərinin fikirlərini öyrənəndə görürük ki, bu rayon indiyə qədər belə bir səmimi, ədalətli, işgüzar rəhbər görməyib. Bəlkə də ölkədə Adil Əliyev kimi adil bir başçı yoxdur. Çünki vətəndaşlar ondan razıdır. İnsanlar bildirir ki, o heç kimi icra hakimiyyətinin qapısında gözlətmir, boş qaytarmır, onların problemləri ilə maraqlanır, hər problemin sistemli şəkildə həll olunması üçün işlər görür. Elə isə bugün ölkə prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasətə daim sadiq olan Adil Əliyevə qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyası aparanların arxasında kim dayanır? Əgər bir icra başçısı millətinə və dövlətinə bu qədər sadiqdirsə, vəzifəsinin öhdəsindən layiqincə gəlirsə, deməli, ona qarşı qarayaxma kampaniyası aparanlar bu milləti, bu dövləti sevməyən, nadürüst, xain insanlardır. Bu xainlər anlamalıdır ki, heç bir qüvvə nə müstəqil Azərbaycanımızı, nə onun başçısını, nə də Adil Əliyev kimi sadiq vətənpərvər şəxsləri öz yolundan döndürə bilməz.